Hansı ifadələr doğrudur? Əgər cisim mayenin səthində üzürsə. Əgər üzürsə, onda Arximed qüvvəsi elə ağırlıq qüvvəsi ilə tarazlaşacaq. Cismin çəkisi üzəndə sıfıra bərabər olur. 3 doğrudur. Çünki P bərabər P0 minus F Arximeddir. P0 minus F Arximed ilə P0-a bərabər olduğuna görə çəkisizlik halında olur. Cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. 2 də doğrudur. Cismin sıxlığı mayenin sıxlığından böyükdür, yanlışdır. Əgər cismin sıxlığı böyük olsa, cisim mayedə batar da. Niyə səthində qalsın ki? Onda demək ki, maye bunu qaldıra bilir. Romayı böyükdür o cisimdən. Mayenin sıxlığı cismin sıxlığından çoxdur. Belə yaza bilərik də. Arximed ağırlığa bərabərdir. Bunun yerinə yazırsan Romaye V batan J bərabərdir o cisim V cisim J-yə. Aha, buradan da J-lər gedir. Alırsan ki, Romaye V batan bərabərdir o cisim V cisim. Və buradan yazırsan Ro cisim bölü Romaye bərabərdir V batan bölünsün V cisim. Səthində üzür. Bu o deməkdir ki, bir hissəsi batır, qalan hissəsi isə çöldədir. Yəni V batan bölünsün V cisim. Tutaq ki, nə bilim, elə bir ki, olsun tutaq ki, 2-də 1. 2-də 1 olsa, məsələn, onda fikir ver, Romaye bərabər olur 2 Ro cismə. Tənasüblə. Yəni, bu 2-də 1 olsa. Aha. Yəni, mayenin sıxlığı çoxdur. Çox olmalıdır ki, cisim mayenin səthində üzsün. Doğru cavab C variantı 2 ilə 3.